və dəyərli izləyicilərim, özünə şəxsi tikili ev axtaran müştərilərim. Hər vaxtınız xeyirli olsun. Sizlərə bir dənə şəxsi tikili, qoşadaşla tikilmiş, paket kupça, yəni evin və torpağın kupçası olan, gözəl, geniş otaqlı, o deyirci, həm şəxsi tikili olsun, nə bilim, otaqları geniş olsun, kombisi olsun, mətbəx mebeli olsun. Bu, hər şey. Həyətdən maşın girməyi bir yana qoyaq, hər şey qaydasındadır. Həyətdən maşın rahatçılıqla daxil olur. Geniş bir dənə də həyəti var. Hələ orada bir dənə ağacımız da var ki, barı da var. Hər şeylə gəlmiş ya sizlərə. Evin fasadının görünüşü çox gözəldir. Görürsünüz, qəşəng səliqəli. Yerdən 1, 2, 3, 4, 5, 6, 7 daş kürsülüdür. Burada yerləşir evin padval hissəsi ki, göstər. Əraziyə bax, quru ərazidə, çox qəşəng bir ərazidir. Kombisi burada yerləşir. Bir də darvazasını da göstər. Geniş bir dənə darvazası. Qazı, suyu, işığı, hər şeydə mövcuddur. Evin əsas giriş hissəsi buradır. Dəhlizi buradır. Geniş, bax, bura qədər geniş dəhlizidir. Güzgüsü burada yerləşdirib. Qəşəng, səliqəli bir dənə mətbəx mebeli buradadır. Qazıdır, aspiratordur, mətbəx mebeli yenidir. Nəzərinizə çatdırım ki, divarlar 40 santıdır. Radiatoru mövcuddur. 40 sant yəni qoşadaş deməkdir. Qapıları yenidir. Bir dənə salon genişliyinə bax. Geniş zal. Yəni qonaq otağı. Sənədi kupçadır. Ən əsas odur. Sənəd kupça. Bir dənə geniş yataq otağı. Yəni bax, bu köhnə taxtlardandır. Görün buyurun. Çox geniş, təxmin olar. Pəncərəsinin qarşısı öz həyətinə doğru baxır, kimisi həyətinə baxmır, hasar da var burada. Arxasına keçmək üçün yer də var. Bu heç də bunlar köhnə əşyalardır. Burada hamamı və sanitari qovşağı göstər tam olaraq. Burada da evin 3-cü yataq otağı. Görürsünüz, otaqlar genişdir. Otaq geniş, sənəd kupça, şəxsi istifadə üçün tikilib. Aha, gəldi ən maraqlı yerə. Evin qiymətinə. Qiyməti də yaxşı qiymətdir. Kupçalı bu qiymətə az sayda evlər var. Cəmi cümlətanı qiymət təyin olunub 88.000 manat. Real altı ilə yerində danışıb razılaşma olunacaq. Xırdalan şəhərlərində yerləşir, avtobus dayanacağına yaxın bir məsafədə. Ağ Park yaşayış kompleksinə piyada gedib gələcəyiniz bir məsafədə. Yaxınlığında 7 saylı məktəb də var, digər məktəblər də var. Ətraflı gəlib baxarsınız. Sağ olun.